İyonlaşdırıcı şüaların təsirindən bizim DNT-mıza birbaşa hüceyrənin DNT-sinə təsir edərək onların normal şəkildə böyüməsinə təsir edir və bu da mutasiyalara və xərçəng hüceyrələrinin yaranmasına gətirib çıxarda bilər. Bundan başqa yeni doğulmuşlarda və uşaq yaşlarında və hamilə qadınlarda bunun istifadə radiasiyanın təsirindən bunların fiziki qüsurların, əqvi qüsurlarında yaranmasına gətirib çıxarda bilər. Radiasiyaya uzun müddət məruz qalmaq bədəndə mutasiyalara, xərçəng xəstəliklərinə, sonsuzluğa və digər ciddi sağlamlıq problemlərinə yol aça bilər. Uşaqlar, yaşlılar və hamilə qadınlar bu təsirlərə daha həssasdır. Radiasiyanın özünün də dediyimiz kimi dərəcəsi var. Deyəm ki, normal bir rentgen və tomoqrafiya arasındakı radiasiya fərqinə baxdığımızda rentgenin radiasiyası tomoqrafiyaya görə çox-çox azdır. Yəni bir insan əgər mütləq vacibdirsə, o zaman ya rentgen ya da KT tomoqrafiyadan keçməlidir var. Yoxsa çox təəssüflər olsun, COVID-19 pandemiyasında biz bunu gördük ki, insanlar hər öksürəndə, hər narahat olanda birbaşa KT-yə tomoqrafiyaya müraciət edirdilər. Amma bizim normaldakı prosedurumuz nədir? Əgər xəstədə ciddi bir simptom şikayəti yoxdursa, öncəliklə xəstəyə rentgendən müayinəsini edirik. Sonraki etaplarda isə xəstəni kompüter tomoqrafiyasına yönləndiririk. Radiasiyanın həm qısa, həm də uzunmüddətli təsirləri müşahidə edilir. Mütəxəssislər deyir ki, radiasiyanın zərərlərini vaxtında müəyyən etdikdə azaltmaq mümkündür. Qısa müddət təsiri nədir? Xəstədə bulantı ola bilər, qusma ola bilər, gözdə konjüktivit, katarakt kimi sıxıntılar ola bilər. Bəzən dediyimiz kimi uzun müddət təsirində isə hüceyrənin DNT-sinə təsir edərək onları mutasiyaya uğradıb xərçəng hüceyrələrini, xüsusən də qan xərçəngi dediyimiz leykoz xərçəngini ciddi artırır. Eyni zamanda qalxına bənzər vəzi xərçəngi də radiasiyadan ən çox yaranan xərçənglərdən biridir.